Prezident İlham Əliyev Yevlax və Gəncə şəhərlərində olub. Bir sıra açılışlara qatılan dövlət başçısı anım günü ilə bağlı şəhidlərin əziz xatirəsini də yad edib. Prezident İlham Əliyev Yevlax Olimpiya İdman kompleksinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman kompleksində təşkil olunacaq. Dövlət başçısı anım günündə Gəncə Memorial kompleksinin açılışında da iştirak edib. Prezident İlham Əliyev memorial lövhənin qarşısına əklil qoyub. Dövlət başçısı Gəncə Memorial kompleksində saat 12-də Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra kompleks barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, kompleks 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olan günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Prezident İlham Əliyev Baku-Bas MMC-nin Gəncə avtoparkının açılışında da iştirak edib. Məlumat verilib ki, 300 yerli avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yolması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdə. Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb, 10 ünvanda isə taksi duracağı üçün yer təyin olunub. Dövlət başçısı Gəncə şəhər stadionunun açılışında da iştirak edib. Bildirilib ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15.343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib.